Salam, mənim adım Kəmalədir və 67 yaşım var. Mən ömrümdə heç vaxt etməyəcəyim bir şey etdim. Qonşumuzun 20 yaşlı oğlu Fəridlə sevgili olduğumuzu ailəmə etiraf etdim. İndi evdə böyük bir fırtına qopub. Mən uzun illərdir tək yaşayıram. Həyat yoldaşımı itirmişəm. Övladlarım isə xaricdə yaşayırlar. Çox vaxt tək tənha qalıram. Fərid bizim binaya 2 ay əvvəl tələbə yoldaşları ilə köçmüşdü. Çox tərbiyəli, ağır başlı bir gəncdir. Hər dəfə binanın həyətində məni görəndə ağır torbalarımı daşımağa kömək edirdi. Evdə nəsə xarab olanda gəlib düzəldirdi. Bizim söhbətimiz çox yaxşı tuturdu. Fərid mənə yaş qrupunun digər gəncləri kimi olmadığını, yaşlı insanların təcrübəsini və düşüncələrini daha çox sevdiyini deyirdi. Zamanla bu söhbətlər hər axşam birlikdə çay içməyə və dərdləşməyə çevrildi. Və keçən həftə Fərid mənə gözlənilməz bir etiraf etdi. Mənə qarşı hisslərinin olduğunu, mənim yanımda özünü heç bir gənc qızın yanında hiss etmədiyi qədər hüzurlu və xoşbəxt hiss etdiyini bildirdi. İlk başda şoka düşdüm. Yaşımı bəhanə etdim. Bunun qeyri-mümkün olduğunu dedim. Amma onun səmimiyyəti və israrı qarşısında mən də daxilimdəki o tənhalığı unutdum və onun hisslərinə qarşılıq verdim. Biz gizlincə sevgili olduq. Amma böyük qızım xaricdən gözlənilmədən bizə gəldi və Fərid mənim evimdə olanda hər şeyi öz gözləri ilə gördü. Evdə elə bir qiyamət qopdu ki, qızım mənə ağlını itirmisən, bu uşaq sənin nəvən yaşındadır. Hamı bizə güləcək deyə qışqırdı. Fərdi evdən qovdu. Qızım indi uşaqlara xəbər verib ki, məni ruhi xəstəxanaya yerləşdirsinlər və ya evimi əlimdən alsınlar. Amma Fərid mənə mesaj yazır ki, hər şeyə rəğmən arxamdadır və məni tək qoymayacaq. Həyatımın bu yaşında ilk dəfə özümü xoşbəxt hiss edirəm. Amma ailəmi də itirmək üzrəyəm. Sizcə hamının nə deyəcəyini düşünüb Fəriddən ayrılmalıyam, yoxsa bu yaşda tapdığım xoşbəxtliyin arxasınca getməliyəm? Şərhlərdə mənə yazın.